Geç. Əlimdə gördüyünüz bitki qıcı kimi bitkisidir. Bu bitki çox illik bitkidir. Yarpaqları da ələkvaridir. Yerüstü gövdəsi olmur. Burada gördüyünüz kimi kökü kökümsovdur. Gövdəsi vardır və çox illik bitkidir. Burada onun üzərində sporangilər vardır. Daha sonra bu sporangilər yetişmiş sporlarıdır. Çevrilir və Sporangilər üzərində göstərə bilərsən bizə? sporangilər gördüyünüz kimi bunun üzərində balaca qara qəhvəyi rəng nöqtələrdir. Bəli. Onların daha sonra bölünür. İçərisində yetişmiş sporlar gəlir. Yetişmiş sporlardan sonra isə ilk düzəltə əmələ gəlir və o isə yavaş-yavaş protala çevrilir. Protalın içərisində dişi cinsi, yəni orqan arxegoni və erkək cinsi anteredi vardır. Gördüyünüz kimi bu balaca nöqtələrdir. Daha sonra dişi cinsi, yəni arxegoni yavaş-yavaş tədricən yumurta hüceyrəyə, erkek cinsi orqan, yəni anteredi isə yavaş-yavaş spermatozoidə çevrilir. Əmələ gəlir. Daha sonra bu cinsi nəsil dayanır və yavaş-yavaş qeyri-cinsi nəslə keçir. Qeyri-cinsi nəsildə mayalanmış yumurta hüceyrə, yəni zigot əmələ gəlir. Daha sonra zigot rüşeymli protala çevrilir. Ondan sonra isə axırda gördüyünüz əlimdəki bitki qıcı kimiyə çevrilir.